Zar doktor, antidepressanlar asılılıq yaradır. Antidepressantların asılılıq yaratması el arasında gəzən danışılan miflərdən biridir. Heç bir antidepressantlar asılılıq yaratmır. Bəzi antidepressantlar qəbul edilərkən ilk vaxtı mədə bulantısı, əsəmə verə bilər, sonrakı dövrlərdə keçib gedir. Antidepressantları birdən-birə kəsmək olmaz. Nə üçün birdən-birə kəsmək olmaz? Həmişə belə bir sual çıxır ortalığa. Bu antidepressantlar müalicəvi təsirə malik olduğundan, bunun beyinə dəstək olduğundan, bizim beynimizə gedən bir kimyəvi proseslərə dəstək olduğundan, bunun hansı dərəcədə beyin öhdəsindən gələ bilməyəcəyini bilmədiyimizə görə birdən kəsmək məqsədə uyğun edilmir. Asılılıqları o maddələr yaradır ki, bunlar əsasən narkotik tərkibli maddələr olur və yaxud da ki, benzodiazepinlər qrupundan olan maddələr olur. Asılılıqlar yaranda həmən kəsilmə verən kimi bədən yenidən bu narahatlıqlara başlayır, bu maddəni qəbul etmək istəyir və eyni zamanda xəstəlik əlamətləri kəskin şəkildə başlaya bilir.